Ben Qarayeva Seylan Mirza Hüseyin qızı, özüm birinci qrup əliləm, özüm də sahibsizəm. Hörmətli prezident, bu müraciəti sizə eləyirəm. 2018-ci ildə sizin sərəncamınızla Beləsvar rayonunda xəstəxananın ətrafında mənə 5 sota torpaq sahəsi ayrılmışdı. Rayon Bələdiyyəsi İlqar Abbasovun iştirakı ilə ölçüldü, biçildi, bu torpaq mənə verildi. Artıq 7 ildir. Mən qalmışam bələdiyyə ilə Əmlak Komitəsinin arasında. Rayon Bələdiyyəsi İlqar Abbasov deyir, torpaq Əmlak Komitəsinindir, Əmlak Komitəsi deyir, torpaq kənd təsərrüfatına düşür, hal-hazırda sağı da verilib, solu da verilib. Sağında da solunda da çıxarış var. Mən bilmək istəyirəm, hörmətli prezident, bu 5 sota kənd təsərrüfatı burada nə işləri görəcək? Bunu bilmək istəyirəm. Mən sizdən bir sahibsiz kimi xahiş edirəm. Sizin dəmir yumruğunuzu yerə vuranda siz söyləmişdiniz ki, xalq mənim arxamdadır. Biz bu gün də sizin arxanızdayıq. Amma bugünkü gündə sizin mənim çıxışımdan sonra mənə köməklik göstərməyinizdir. Sizdən artıq dərəcədə xahiş edirəm. Bugün mayın 2-sidir. Fərid Əhmədov sizin sərəncamınıza uyğun Ədliyyə Naziri İmişli rayonuna səfər etmişdi. Səfərdən sonra qayıdıb gəlib sizə hesabat verməlidir. Amma bugünkü gündə Fərid Əhmədov və onun yanındakı Ramin, Kemal, sonra İmişli regionunda Rafik bugünkü gündə sizin bütün göstərişinizə hamısına zid getdilər. Mən bugün telegrama vurdum və qəbul olundu və bu günləri məni qəbula yazdılar. Getdim. Ramin müəllim mənə söyledi ki, Seylan xanım nə üçün gəldiniz yenə? Dedi ki, nə üçün gəldim ki? Mən bilmək istəyirəm ki, fevralın 14-də mən Fərid Əhmədovun qəbulunda oldum. Və göstərdi ki, 5 sotanı kənd təsərrüfatı nəyinə lazımdır? Bugünkü gündə gəlmişəm ki, bu 5 sota torpaq, bu kənd təsərrüfatı burada bir şey iş görən deyil. Sağında çıxarışı verilib, hal-hazırda solunda. Sonra Rafiq müəllim məni çağırdı. Seylan xanım, girmə qəbula. Mən sənə kömək eləmək istəyirəm. Qəti surətdə bildirdim ki, mənə sizin köməyiniz lazımdır. Mən qəbula gəlməyəcəm. Mən prezidentin verdiyi sərəncamı istəyirəm. Kemal saat 9-dan saat 1-ə qədər birinci qrup əlil, 2 gözü də kör, onurğasında 5 dənə qırıq, hal-hazırda belliklə gəzən bir insanı Kemal müəllim və Ramin müəllim və İmişli regionunun rəhbəri məni saxladılar orada. Rafik müəllim məni saxladılar orada. Bəs bunu əvvəldən deyərdin ki, mən səni qəbul eləməzdim. Mən də borc buradan ora 50 manat taksiyə verib getməzdim. Mən bilərdim ki, prezidentin sərəncamı sağırara, benavalara deyil. Söylədim ki, məni nə üçün Ramin müəllim qəbula buraxmırsan? Sən olmaz qəbula buraxmaq səni. Dedim, cənab prezidentin sərəncamınla gəlib. Nə olsun ki, gəlib? Cənab prezident nə eləyəcək bizə? Sən kimsən ki, sənin yiyən var idi. Sən bizə nə eləyəcəksən? Səhər mən mətbuatda dedim, çıxış eləyəndə. Cənab prezidentin sərəncamınla gəlib Fərid Əhmədov. Nə üçün beləncikdə eləyirsən? Kemal müəllim yaxınlaşdı. Seylan xanım, nə istəyirsən? Bıraxmıram səni qəbula. Olmaz səni qəbula buraxmaq. Bu qəbul yəsizlər üçün deyil. Bəs onda Fərid Əhmədov nə üçün gəlmişdi bura? Nə hansı səbəbdən gəlmişdi? Ədliyyə Nazirin qoruyan, qoruyucu yeridir mənim üstümə. Kobudcasına. Rədd ol buradan söylədi. Onun adını bilmirəm. Cənab prezident, bu nə deməkdir? Siz hara baxırsınız? Sizin yiyəsiz insanınız burada tapdaq altında qalıb. Gör İlqar Abbasov nə qədər qudurub ki, nə qədər
Bunlara pul Seylan xanımı bırakmayın qəbula. Əgər Seylan xanım qəbula getsə, onda bu vəziyyət pis olacaq. Çünki Fərid Əhmədov tapşırmışdı ki, Seylan xanımın torpağı verilsin Seylan xanıma. Bu prezidentin sərəncamıdır. Çünki əlil və yiyəsizdir. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Bir vətəndaş kimi, bir Azərbaycan xanımı kimi, bir ölkə rəhbəri kimi bu məsələyə son qoyulsun. Fərid Əhmədov kimilər, Kamal kimilər, İlqar Abbasov kimilər, Əmlak Komitəsi kimilər, Ramin müəllim kimilər. Gör sənin vətəndaşı yerdə nə vəziyyətə qoyur. Əgər qəbula yazılmamışdımsa, niyə dünən mənə zəng olundu, qəbula çağırıldım? Bu boşluq kimdədir, hörmətli prezident? Vətəndaşlarda, yoxsa sən göndərdiyin məmurlarda? Mən sizdən xahiş edirəm. İlqar Abbasovun, xahiş edirəm, Rayon Bələdiyyəsi İlqar Abbasovun sual verilsin ki, nəyə görə onun yaşadığı villa hansı pullardandır? Bütün rayonun, bütün torpaqlarını satıb, özü üçün şellənir. İlqar Abbasov və bilmir ki, Beləsvar rayonunda ondan başqa sağır-fağır var. Mənim sərəncam, siz göstərdiniz sərəncamı versinlər. Siz göstərdiniz sərəncamı. Sizdən bir xanım kimi xahiş eləyirəm. Bu məsələyə son qoyulsun. İlqar Abbasov kimilər, qoy cəzasını çəksinlər. İlqar Abbasovun yaşadığı villanın hamısının qeydiyyatı məndədir, hamısını sizə göndərəcəm. Görgünən İlqar Abbasov burada nə işlərlə məşğuldur? Yerdəki məmurlar sizi aldadır. Xalqı səndən çevirir. Heç olmasa bunu izləyəndən sonra qalx ayağa məmurların boynu bükünən. Onlar yediği bəsdir. Xalqın acından qırılır. Xalqın iğnəsiz dərmansız ortalıqda qalıb. Sənin xəbərin yoxdur. Mən səndən cavab gözləyirəm. Hörmətli prezident. Çünki siz əgər 30 illik həsrətdə olan Qarabağı aldınızsa, 5 sota torpağı da alıb İlqar Abbasovdan mənə verəcəksiniz. Mən buna inanıram.